Bugün Şəhid Anıları Vətən Tanılar layihəsinin 10-cu bölümündə Vətən müharibəsi şəhidimiz Eyvazov Əbülhəsənin əziz xatirəsi yad ediləcək. Eyvazova Mətanət Salman qızı, şəhid Əbülhəsənin anası. Ana, şəhidimizin uşaqlıq illəri necə keçir, necə bir övlad idi? Onu tanıyanlar ən çox hansı xüsusiyyətlərini xatırlayır? Onun Əbülhəsənin uşaqlığı da çox gözəl, çox uşaqlarla münasibəti yaxşı, gülər üz, uşaqlarla. Bir nəfər uşaq gəlib mənə bir dəfə demədi ki, Əbülhəsən nəsə mənlə söz oldu, söhbət oldu. Əbülhəsən çox gözəl, hamı çox gözəl xatırlayır Əbülhəsənin uşaqlığını da. Mən özüm də çox gözəli, çox gözəl. Əbülhəsənin mənə qarşı o qədər münasibətləri yaxşı idi ki. Əbülhəsən 6-cı sinifdə başladı işləməyə. Getdi şununu dartdı, video çəkənlərin şununu. Elə video çəkməyə öyrəndi. Başladı özü video çəkdi. Yuxa payladı. Qonşu yuxa paylayırdı. Ondan yuxa payladı. Çörək payladı. Uşaqlıqdan zəhmətkeş olubdu, yəni. Çox zəhmətkeş. Ana, ən çox sevdiyi məşğuliyyətlər nələr idi? Dostları ilə münasibəti necə idi? Dostları ilə gedirlərdi gəzməyə, dənizə gedirdi uşaqlarla. Gedib otururlardı uşaqlarla. Pis hərəkətləri yox idi əbinin. Uşaqlara qarşı da çox gözəl münasibətləri vardı bir-birləri ilə. Ən çox əbinin şeyi nə idi? İstəyirdi atasına kömək eləsin. Sevdiyi məşğuliyyət nə idi ana? Ən çox istəyir poverlik eləyir, poverlik bişirə, düşürə. Pover, axırda da elə pover işlədi. Getdi, fəhlə işlədi, usta yanında köməkçi işlədi. Yuxa paylayanla getdi, yuxa payladı. Hər yerdə yuxa payladılar, çörək payladı. Gecə ilə. Biz ona demirdik ki, get nəsə elə. O özü bir də görürdük, əbi yoxdur. Əbi haradasan? Teyyubla getmişəm, yuxa paylayırıq. Mingəçevir, nə bilim, Göyçay, haralara gedirdi. Ucar, hər yeri gəzirlərdi. Fəhlə də işlədi. Ən birinci kamera çəkməyə başladı. Kamera çəkəndən sonra elə başladı mağazində işlədi. Mağazində fəhlədə işlədi, mağazində saçıda işlədi. Mağazində malları bir yerə aparmağa, şofirdə işlədi. Hər şey işlədi əbi. Çox zəhmətkeşdi, çox zəhmət. Əbi kənd həyatını da çox sevirdi. İnan elə ayda 2-3 dəfə deyirdi ki, gedən kəndə. Gedən kəndə. O qədər kənd həvəsində idi ki, o qədər kənd həvəsində idi ki. Bütün nə bilim, arzuları puç oldu əbinin. İstədiyi qız yarımçıq qaldı. Ev eşiyi yarımçıq qaldı. O heç müharibə zadı yox idi. Ora uzanmışdı. Bacısına deyir ki, Aynur, mən şəhid olacağım, bilirsən. O dedi, əməli danışma, aman bil eşitməsin. Dedi, vallahi mən şəhid olacağam. Allahımızdan da olsun, ora uzanmışdı. Müharibədə 16-cı ildə, 2016-da da Ağdamda, aprel yox, əsgərlikdə oldu Ağdamda. Ağdamda əsgərlikdən qutaranda aprel döyüşləri başladı. Aprel döyüşlərində 29 gündə orada aprel döyüşlərində oldu, Qramota ilə gəldi. Bu səfər də bu 44 günlükdə bilmədik ki, müharibəyə gedir də. Dedilər ki, təlimə çağırılır. Bəs əbi gəlsin. Əbi gəlsin, mənim yoldaşım dedi ki, evdə yoxdur. Dedi, nə vaxt gəlsə, denən gəlsin. Mən də yemək raxlamışdım axşama. Süfrə raxlayırdım. Bir də gördüm, əbi gəldi. Dedim ki, əbi, dedim, amma mənə şeyə çağırmayıblar ki, təlimə zada. Dedik ki, yox. Dedi, bəs bizim uşaqları çağırıblar axı. Dedim ki, yox. Heç də mənə çağırıb, ata demir. Demir bana. Görürəm, amma atası ilə siqareti çəkir, o ayına gedir, bu ayına gedir. Dedi ki, papa, çağırarlar. Dedi, yox, çağırmayıblar. O demədən də zəng gəldi. Uşaqımız gəlmiş ki, dedi ki, balaş deyir ki, elə indicə gəldi. Güya ki, evdə yox idi, haradaydısa. Dedi, indi gəldi. Dedi, götür gəl. Dedim, qoy yeməkdən zaddan yesin sonra da. Dedi ki, yox, yemək yox. O getmərəm, kimsə gələr. Deyərlər ki, balaşın oğlunu gəldilər, polislə apardılar. Baba, dur gedək, dur. Allah haqqı nətərlədi kişini ki, dur gedək. Durdular, getdilər. Gəldi, görüşdük. Dedi, baba, nə ağlayırsan, ay mama? Qaqa 5 günlüyünə gedir də, gələcək, təlimə gedir. Onunla deyil, o getdi, onun dalıcında atası getdi. Apardılar, gecə ötürdülər. Onu ötürdülər, gəldi, paltarını götürdü, getdi. Atası onunla da bir gəldi.
Özü tapdı şəhid. 37 dənə şəhid çıxartdılar. 37-ci əb olmuşdu. Çıxartmışdı. Sonra da bir dənə çıxartdı. 37 dənə şəhidi onun atası 4 nəfərə çıxartmışdılar. Əbi çox sevirdi, çox gülər, çox qazandığını istəmirdi özü xaçlıya da Allah haqqı Leylanın uşaqlarının körpəlikdə Leylanın uşaqlarına pul yığardı, xırda nə salardı. Çox bacılarına bağlı, ata-yanıya bağlı. Bir belə yer gəzirəm, heç elə bilirəm, bir kimi uşaq yox imiş. Ana son əlaqəniz nə vaxt olub? Sentyabrın 28-i qızın ad günündə, bacısının ad günündə zəng eləyib, mənlə danışdım. Dedi ki, deyiblər ki, uşaqlara, mamiyə demə, biz getmişik daha, yoxuq burada. Üstü örtülü deyib də. Mən də elə bilirəm, deyirəm ki, bax özündən müğayət ol, falan ol, bəhmən ol. Heç deminə bu onda müharibədəymiş, bacısını təbrik eləməyə yığıb, onunla da 28-i günü də sentyabrın 28-indən əlaqəmiz olmadı. Nə telefonu olmadı. Balaca telefonu vardı, böyük telefonu vardı. Onlar da vermişdi atasına, girmişdi müharibəyə. Danışmadıq, əlaqə saxlamadıq. Amma atası getdi birinci dəfə, vallahi harda idi, döyüşdən çıxanda atası ilə görüşdü orada, videolar, zadları var. Orada görüşmüşdü. Demişdi ki, vətən, baba gələrik, mənim nə olar, gəlmərik də vətən sağ olsun. Görüşmüşdü, eləmişdi. Papa ağlayanda deyib ağlama. Ağlama deyib, papa gələcəm inşallah. Gələcəm. Mənə həmişə deyirdi ki, bilirsən sən nətər yaşadacağım, Allah haqqı. Mən hər şeyimlə maraqlanırdı. Saçımı kraskasız qoymaz. Telefonları, balaca telefonları yığırdı böyrə. Onu qutarmışdı. Allah haqqı, o balaca telefonlar vardı, biri qaralar. Onların 6-sından, 7-sindən bir-iki dənə telefon düzaldıb çıxardırdı ortalığı. Hər şey yaxşı idi, əbi, hər şey. Qoxum üçün, ağrabək üçün, bacılar üçün nə idi o? Bacılarla çox mehriban idi da, çox. Bax, bu əmsi qızları ilə, dayısının qızları ilə çox mehriban idi, çox. Qardaşımın da uşaqları var, salamat olsun, qaynımınkilər də var. Hamısı deyir ki, bunu tarix yetirmişdi bir dənə. Mən qardaşım bundan sonra infarkt keçirdi, getdi çölə su sulamağa orada qaldı, orada gəldi, tapmadılar, gecə getdilər, tapdılar. Atam ondan sonra getdi. Özümdəki pis vəziyyətdir. Allah səbir versin. Allah kömək olsun. Ana, bugün onun valideyni və ya ailə üzvü olmaq sizə nə hiss etdirir? Sizcə o bugün Azərbaycan gənclərinə nə demək istərdi? Nə demək istəyirəm? Həm mən üçün çox çətindir, həm də o qədər qürur vericidir. Amma o çox çətindir. Bir o qədər də qürur vericidir. Mən balamla fəxr edirəm. Mən o körpəliyindən də fəxr eləmişəm onunla. İndi də fəxr edirəm. Allah rəhmət etsin ana. Allah səbir versin. Bir gün gəldi ki, papa mənə kompüter aldı. Dedi alım da. Kompüterə getdi, özü aldı, özü ödədi, özü şeylədi. Sonra PlayStation aldı. Nə bilmək, istəyirdi də hər şey istəyir. Əbi hər şey istəyirdi. Deyirdim, amma valla sizi elə gözəl yaşadacağım. Sən deyirsən ki, evimin də havası yoxdur. Sən pəncərəli ev eşik eləyəcəm. Qəşəng ev eşik düzəldəcəm sənə. Hər şey düzəldirdi, özü elədi, özü raxladı ki, uşaqlara sürpriz eləyəcəm. Bu evi, eşiyi hamısı. Elədi, ora yarımçıq qaldı, çıxdı, getdi. Nə bilim, qurban olum Allaha. Allah bütün balaları qorusun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, atalarına, analarına səbir versin. Bu da idmanda vermişdilər bunu. Bunu elə əbinin açılışı günü dostu gətirdi. Bir də gördüm, küçüklər açdılar orada. Mən çox narahat oldum bu şəkil gələndə. Çox narahat oldum da. Bunu futbolda veriblər, bu şəkili. Futbola yarışa çağırmışlar bizi, orada vermişdilər. Bu Quran kitabında yenə orada vermişdilər, futbolda. Bunu da yarışa getmişlər. Çox medallar var, qoymuşam evə. Orada vermişdilər. Bunu icramız
hədiyyə eləyib bizə Rafiq müəllim. Sağ olsun Rafiq müəllim. Rafiq müəllim çox bizim qayğımıza qalır. Bu Quran kitabında hədiyyə gətirmişdilər bizə. Ondan. Bunlar da onun əşyalarıdır, özünün əşyaları. Belə bax, nə təri, bax bu kaşlokudur, nə təri qoyubsa, bax nə təridir, bax nə təridir. İçində nə var, bax. İçində nə bilim, mən heç açıb bunlara baxmaram. İçində nə, burada amma bir kağızı vardı. Yazmışdı, bacı, mən şəhid olacağım. Burada kağızlar var, hamısı özünün lazım olan şeyler, özünün kartları, zatları, nəyi var hamısının içindədir. Nə bilim, nədir bunlar, nədir bilmirəm. Şey, kartıdır, avtobus kartıdır. Bu telefonlarıdır, bu telefonuydu. Elə oradan baba gətirmişdi, gətirəndə sınıq kimi gətirdi. Bu da o əsgərlikdə bu telefonlar elə orada özü vermişdi balaşa ki, atasına. Götür apardı, mənə burada telefon danışmaq qoymurlar da danışmağa. Bu da götürdü, gəldi, verdi mənə. Bölüncəndə onları saxlayacağım, heç kim onu əl vura bilməz. Bu Rexonasıdır, həmişə bundan işlədirdi. Böyle qabında nə idi, onu qoymuşdum. Bunlar saatlarıdır, bax. O qədər saat həvəsindeydi, o qədər saat həvəsindeydi. Ondan sonra təsbihlər, xoşlayırdı təsbihləri. Bunları uşaqlar onlara hədiyyə eləmişdi. Kim uşaqlar ki, gedirdi ziyarətə, gələndə ona təsbihlər verirlərdi, qoyurdu bura. Ondan, bax, bunları, o qədər xoşlayırdı belə təsbihləri. Bax, bu təsbihləri əbi çox xoşlayırdı. Bunları ona hədiyyə eləyiblər. Dostları hədiyyə eləyib. Əbinin çox yaxşı dostları var. Çox yaxşı, çox yaxşı. Çox yaxşı. Bu da, nə bilim, medalıdır, şey medalı. Bu da medalıdır, vətən uğrunda biridir. Cəbrayıl uğrunda biridir. Bir Cəbrayıl uğrundadır, biri vətən uğrundadır. Bir də indi şey veriblər, küçə adı vermək üçün orden verdilər. Bunlar saatlardır, onun nəyi var, o özünkilərdir. Burada nə var, hamısı özümün içindeydi, qoymuşam bura. Bunu da mənə əbi ad günümdə almışdı. Dedim, amma bunu sənə ad gün hədiyyəsi eləyirəm. Bəs dedi, birində alacam, olacaq 2 dənə. Dedim ki, yaxşı, mən onu saxladım. Elə bir dənə mənə hədiyyəsi odur. Onu saxladım ki, toy olanda qoyarım stolun üstünə. Əbi ataya çox bağlıydı, anaya çox bağlıydı, bacılar. Onların 2 bacı, bir qardaş, nə söhbətlər olardı, sözləri olardı, biz bilməzdik. Öz aralarında ona həll eləyərlərdi. Əbi çox zəhmətkeş olub. Uşaq olub, amma çox zəhmətkeş olub. Bunu Beyləqanda havalandırmada işləyəndə o şəkilidir. Ondan sonra manqalda pover işləyib, şəkilləri var, hamısı album zad doludur şəkillərlə. Pover işləyib orada, bu daha. Orada pover işləyib, həmin bu manqalda bu oradadır. Bu da bütün Dədə Qorqud uşaqlardır. Bunun əbinin yanında uşaqlardır. Əbi ilə bunlar bir yerdə yatırlar. Elli bir yerdədir, bax bu uşaqların. Hamısı. Nə deyim, əbidən vallah danışmaqla qurtarmaz, heç əbidən danışmaqla qurtarmaz. Bir gündə dedim ki, əbinin bəy kəsumunda paltarı yoxdur. Çox arzulayırdı. Bir də gördüm ki, o foto var, Bəhruz. Onu o düzəldib gətirib. Öyle arzulayırdı ki, deyirdi, belə göy kimi bəylik kəsum olacaq. Xoşlayırdı. O da Tural'dı. Bizim Tural'dı, kendimizin oğludur. Özmolla kendimizin oğludur Tural. Tural Eyyubov. Yadullah'ın oğludur. Burada dostu var. Səyyad. Bununla, bax, ancaq bununla hərəkət edirdi. Gecə bununla gəlirdi, bununla gəlirlərdi, otururlardı, yeyirlərdi, içirlərdi. Həm sinif yoldaş olub, həm yaxşı belə qardaş dost olub da. Çox yaxşı dost olub.
İndi də gəlir yoxlayır. Axırda gedəndə bir ayın pulunu alma, pullarını gətirdi qoydu. Dedim əbi şey eləməyəcəm. Sənin pulu xərcləməyəcəm. Get özü əyin başa al. Getdi. 2 gün pul qaldı televizorun altında, heç nə almadı. Dedim əbi get götür özü. Dedim amma get saçma kraska al. Üyə bazarlıq elə, nəyin çatmır al. Mən gələn səfər ayaqqabı alaram. Getdi özünə 2 dənə ayaqqabı aldı. 2 şalvar, 2 kofta, 1 kutka. Ayaqqabının birini vermişəm, sərgidədir. Biri də budur. Hər gün bunu qoxlayıram, silirəm, qoyuram. Çox çətindir. Əbləsənsə çox çətin. Nə toy adı gələndə nə ora sevinə bilirəm, nə gülə bilirəm. Getsəm də elə əbi özümlə gedir. Atası xəstədir. Özüm neçə dəfə əməliyyatlardan çıxmışam əbidən sonra, əbidən qabaq çox. Əbidən sonra 3-cü əməliyyatım olub. İndi də ayağımı elədilər, o da əmələ gəlmir. Hamısı nədən? Sinirdən, əsəbdən, əbisizlikdən, əbisizlikdən. O qədər bacılarına bağlı idi, ataya bağlı idi, anaya bağlı idi. Allah haqqı qoymurdu balaşı. Özü ilə balaşın bir də görürdüm gedirdi, köməklik elirdi atasına. Fəhləlik elirdi, qoymurdu. Atası uslu idi, qoymurdu. Nə eləsəydi o özü eləyirdi. Pandemiya dövrü idi. Pandemiya dövründə o 190 manat pul alırdı. 190 manatı alırmış, mən sonradan bildim. Alırmış, gedirmiş yuxarıda mağazin var, oradan kilo soğanı, bacısı da 130 manat pensiya alırdı. Onlar ikisi birləşdirirlərmiş, gediblər kiminsə yoxdur, deyir orada yazırlardı, Instagramda nədir orada yazırlardı. Aparıb onlara köməklik eləyirlərmiş. İnan, əbi şəhid olandan sonra o qədər bizim qapını döydülər ki, sən belə oğul yetişdirmisən. O bizə pis gündə bizə kömək durdu. İndi əbinin adından o qədər onlar eysan verdilər, karovkaların üstündə əbiyin adı olan apardılar, eysan verdilər ki, o uşaq bizə o qədər köməklik elədi ki də vaxtında. Bizim əlimizdə, ovucumuzda olmayan vaxtı o bizə köməklik elədi. Ona görə indi bütün cavanlara arzum odur ki, belə atasına, anasına layıqlı evladı olsunlar. Vətən sevgisinə, vətənə belə gözəl evladlar olsunlar. Vətənlərinin, atalarının, analarının qədrini bilsinlər. Nə deyim, nə əlimdən gəlir, bir də ağıllı olsunlar. Vallahi. Əbi o qədər ağıllı uşaq idi, o qədər. Bax, kimdən soruşursan soruş, heç kim deməz ki, Əbülhəsənin bu cəhəti pis idi. Kimsə də xətrinə dəyərdi, ha. Amma əbi çönüb ona nəsə deməz. Heç vaxt, heç vaxt. Yəni, talih belə gətirdi da. Mən onunla belə çox narahatam, amma narahat olsam da, amma çox qürur vericidir, çox qürur vericidir. Mən balamdan fəxr edirəm. Onun adı gələndə mən fəxr edirəm ondan ki, mən Əbülhəsən kimi balam var. Əbülhəsən kimi oğlun anasıyam. Mən ondan çox fəxr edirəm. Mənim başımı ucaltdı, bacıların başını ucaltdı, bütün nəslin başını ucaltdı. Atasının başını ucaltdı. Vətənimizi sağ olsun, elimizi sağ olsun. Nə bilim, Allah cavanları qorusun, Allah cavanlara dəyməsin. Atalarına, analarına, bütün şəhidlərin Allah analarına bolluca səbir versin. Bolluca səbir versin, ha. Çox pisdətdir, çox ağırdır. Yad edirsiniz, çox sağ olun, var olun. Allah sizin kimi oğlanları var eləsin. Allah arxozlu olsun. Allah sizi həmişə var eləsin, can sağlığı versin sizə. Sizin kimi oğlanlar var, elə əbi də var. Vallahi siz əbi kimi oğlanları, yaşadan oğlanlarsınız. Allah sizi var eləsin. Allah sizə can sağlığı versin.